Təbiətdə hər bir canlı öz funksiyası ilə bütöv bir sistemin vacib hissəsidir. Lakin elə canlılar var ki, onlar kiçik bədənlərinə baxmayaraq son dərəcə mürəkkəb və təsirli həyat tərzinə sahibdirlər. Bu canlılardan biri də qarışqalardır. Onlar sanki təbiətin içində gizli bir imperiya qurublar. Qarışqaların həyatı, onların təşkilatlanması, əmək bölgüsü, ünsiyyəti və çalışqanlığı elmi baxımdan çox maraqlı və düşündürücüdür. Qarışqalar sosial həşəratlardır və onların həyatı böyük bir sistem şəklində təşkil olunub. Bu kiçik canlılar koloniyalarda yaşayır və bu koloniyalarda yüzlərlə, minlərlə, bəzən isə milyonlarla fərd bir arada fəaliyyət göstərir. Hər bir qarışqa koloniyası əsasən 3 növ fərddən ibarət olur: kraliça, işçilər və erkəklər. Kraliça qarışqa koloniyanın əsas figurudur və onun əsas vəzifəsi yumurtalamaq, yəni yeni nəsillər yaratmaqdır. Kraliçanın ömrü illərlə davam edə bilər və bu müddət ərzində o hər gün yüzlərlə yumurta qoyaraq koloniyanın davamlılığını təmin edir. İşçi qarışqalar isə dişi fərdlərdir, lakin onlar çoxalmırlar. Onların əsas vəzifəsi koloniyanın gündəlik fəaliyyətini təmin etməkdir, yəni yemək axtarmaq, yuva tikmək, lavlara və yumurtalara qulluq etmək, həmçinin koloniyanı müdafiə etmək. Erkək qarışqalar isə koloniyada yalnız çoxalma məqsədi ilə yaşayırlar. Onlar kraliça ilə cütləşdikdən sonra ölürlər. Qarışqalar bir-birləri ilə çox güclü əlaqədə olurlar. Onlar ünsiyyət üçün əsas feromonlar adlanan kimyəvi maddələrdən istifadə edirlər. Bu kimyəvi maddə onların bir-birinə siqnal göndərməsi üçün vacibdir. Məsələn, bir qarışqa yemək mənbəyi tapdıqda yuvaya qayıdarkən torpağın üzərində xüsusi bir feromon izi qoyur. Bu iz digər qarışqalar tərəfindən hiss olunur və onlar həmin izi izləyərək yemək mənbəyinə doğru hərəkət edirlər. Bu üsulla qarışqalar əməkdaşlıq edərək qısa zamanda böyük miqdarda yeməyi yuvalarına daşıya bilirlər. Yemək tapmaq qarışqalar üçün mühüm vəzifələrdən biridir. Onlar ərazidəki hər nöqtəni araşdırır. Tapdıqları yeməkləri parçalayaraq yuvaya daşıyırlar. Qarışqaların bəzi növləri isə daha ağıllı üsullara əl atırlar. Məsələn, fermer qarışqalar adlandırılan növlər göbələk yetişdirirlər. Başqa növlər də var ki, onlar bitkilər üzərində yaşayan bitləri sağaraq onların ifraz etdiyi şirin mayini qida kimi istifadə edirlər. Bu davranışlar qarışqaların yalnız fiziki güclərinə deyil, eyni zamanda təşkilatlanma və uyğunlaşma qabiliyyətlərinə də işarə edir. Qarışqaların yuvaları da onların zəkasını və əməkdaşlıq ruhunu əks etdirir. Bu yuvalar sadə deyil, çox zaman bir neçə mərtəbəli, müxtəlif otaqlardan və tunellərdən ibarət mürəkkəb strukturlardır. Burada hər otağın öz funksiyası var. Bəzi yerlər yumurtaların və lavların saxlanması üçün ayrılır, bəziləri isə yemək ehtiyatı üçün istifadə olunur. Qarışqa yuvaları həm də təhlükələrdən qorunmaq üçün mühüm sığınacaq rolunu oynayır. Xarici hücumlar zamanı işçi qarışqalar dərhal müdafiəyə keçir və koloniyanı qorumaq üçün özlərini qurban verməkdən belə çəkinmirlər. Qarışqaların həyat dövrü də maraqlı və planlı şəkildə baş verir. Hər qarışqa əvvəlcə yumurta şəklində dünyaya gəlir. Daha sonra bu yumurtadan larva çıxır. Larva böyüdükdən sonra pupa halına keçir və nəhayət yetkin qarışqaya çevrilir. Yeni koloniyaların yaranması isə çox vaxt cütləşmə uçuşları zamanı baş verir. Bu zaman erkək və kraliça fərdlər yuvadan çıxaraq havaya qalxırlar, cütləşirlər və sonra erkəklər ölür. Kraliça isə yerə enib yeni koloniyalar qurmağa başlayır. Qarışqalar həm də təbiətdəki balansı qorumaqda mühüm rol oynayırlar. Onlar torpağın havalanmasına, digəri zərərverici həşəratların sayının azaldılmasına və ekosistemin tarazlığının qorunmasına kömək edirlər. Bu kiçik canlılar öz çəkilərindən dəfələrlə artıq yük daşıya bilirlər və bu onları dünyanın ən güclü canlılarından birinə çevirir. Bəzən insanlar qarışqaları sadəcə kiçik həşəratlar kimi qəbul edir, lakin əslində onların qurduğu sistemlər, əmək bölgüsü və təşkilatlanması bir çox cəmiyyətlər üçün örnək ola bilər. Sonda nəticə olaraq deyə bilərik ki, qarışqalar təbiətin kiçik, lakin böyük əhəmiyyətə malik mühəndisləridir.
Onların həyatı bizə əməkdaşlığın, əzmkarlığın, fədakarlığın və nizamın gücünü göstərir. Qarışqaların bu qədər planlı və uğurlu şəkildə yaşaması onların sadəcə instinkt deyil, eyni zamanda bir növ kollektiv zəka ilə hərəkət etdiklərini sübut edir. Qarışqaların həyatı bir dərsdir. Balaca bədənlərində böyük bir dünyanın sirrini daşıyan bu canlılara daha yaxın baxmaq, təbiəti və özümüzü daha yaxşı anlamağımıza kömək edə bilər. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub dəstəkdə ola bilərsiniz.